İranda dəhşətli bir hadisə yaşanıb, belə ki, Down sindromlu gənclərin işlədiyi kafe yanaraq külə dönüb. Gündəm xəbərin efirində 4 fevral tarixli və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, dünən Tehranın qəlbindəki Cənnətabad bazar ərazisində baş verən güclü yanğın nəticəsində autizm və Down sindromlu şəxslərin işlədiyi kafe tamamilə yanaraq yararsız hala düşüb. Məlumata görə sosial inklüzivlik məqsədi ilə fəaliyyət göstərən və xüsusi qayğıya ehtiyacı olan gənclərə iş imkanı yaradan kafe yanğın zamanı ciddi ziyan görüb və obyektdəki bütün avadanlıqlar, mebel və əşyalar da məhv olub. Kafenin rəsmi Instagram səhifəsində paylaşılan açıqlamada bildirilib ki, autizm və Down sindromlu gənclərin işlədiyi kafe bugün yandı. Bütün əşyalarımız və bütün zəhmətimiz bir anda külə döndü. Layihədə bölgədə unikal təşəbbüs kimi tanınırdı. Üzr istəyirəm, sözü gedən bu layihə məhz bölgədə unikal təşəbbüs kimi tanınırdı və sosial həssas qrupların cəmiyyətdə inteqrasiyasına dəstək verirdi və yanğının səbəbləri və dəyən ziyanın miqyası haqqında rəsmi bir açıqlama yoxdur, ancaq hadisə yerindən araşdırmalar hazırda davam edir.